Salam əziz dostlar, əziz səyahət sevənlər. Yeni bir vlogdan hər kəsi salamlayıram. Qaradəniz sahilləri, Rusiya, Soçi şəhəri. Ekrana yaxın əyləşin, Soçi səyahətinin 4-cü hissəsinə başladıq. Həyət evi tutdum, bir gecəsi 2500 rubldu. Bir otaqlı evdir. İçində hər şəraiti var, kondisioneri, belə oturmaq üçün yeri var, axşam balkonu, ikinci mərtəbədə yerləşir. Xalacenki içərini çəkmək istəmirəm. Aşağıda da ümumi mətbəxi var, burada da yemək pişirmək mümkündür, əgər istəsəz. Burada bir mətbəxdir, burada tuvaleti də var, hamamı da var, ümumi. Dənizə gəlib çatdıq. Evlə dənizin məsafəsi 2 dəqiqəlik yoldur. Burada çoxlu meyvə satılır, amma qiyməti ucuz deyil. Burada dondurma dünən aldım, çox bahadır. Burada ucuz heç bir şey yoxdur. Amma stalovaların bəziləri yaxşı yemək hazırlayır, dadlı olur. Bəziləri də ki soyuq olur, həm də dadı olmur. Burada dəniz məhsulları satılır. Midi var, rapam var, krevetka var. Cürbətür balıqlar var, quru balıqlar. Qiymətləri də 100 qramla ölçülür. Gələk, elə yeməyimizi də yeyək, səhər yeməyimizi yeyək, görək nə var. İndi gedək biraz da dənizdə çimək. Əgər kiminsə nəsə sualı olsa, nəyisə öyrənmək istəsə, Soçi haqqında kommentdə yaza bilər. Bütün kommentlər oxuyuram. Nə suallarınız olsa, buyurub verə bilərsiniz. Dənizdə katamaranla, katerlə gəzirsiniz. Orada sizin şəklinizi çəkirlər. Burada da şəkilləri təqdim edirlər. Amma şəkillər ucuz deyil. Soçi, Lazerski rayonunda yerləşirəm. Lazerski rayonuna aeroport Soçidən birbaşa bura qatarla gəlmək olar. 2 saat hardasa məsafədir, 70 kilometr yoldur. Qatarla, avtobusla bura gəlmək mümkündür. Adler rayonunda turistlər sezonda çox olur. Amma Lazerskidə və ətraf rayon, qəsəbə, kəndlərdə adamlar elə çox olmur. Yəni gəlib burada istirahət eləmək daha səmərəlidir. Adler rayonunda, Soçi mərkəzi rayondan daha bura məsləhət mən görərəm. Amma ümumiyyətlə bütün Soçi rayonlarında hər tərəfdə belə daşlıqdır. Siz qum görə bilmərsiniz. Bura daşlıq olduğu üçün belə rezin şəfit aldım. Bunlar rahatdır bu daşlıqda gezmək. Bir də belə suyun altını görmək üçün belə bir şey aldım. Свободных новичков, подается, внутри тоже есть свободные места, которые понадобятся. На любителях, автокатеры, на банане. Burada da icarəyə verilir. Katamaranların 1 saatı 1500 rubuldur. Bunların 1 saatı 1500'dür. Bananın qiyməti 20 dəqiqəlikdir bu. 600 rubuldur. Bunların qiymətini dəqiq bilmirəm. Bu drakonun qiyməti 3000'dir. Ortasında oturursam havada uçur. 3000 rubuldur. Qayıqlarla gəzinti də 1700 rubuldan başlayır.
Buranın suyu çox təmizdir. Amma daşlıqdır. Bugün hava biraz küləklidir. Dalğa çoxdur. Amma hava 31 dərəcə isti var bu günlərin. Paraşotların da qiyməti səhv eləmirəmsə 4000 rubeldir. Ya 4000 ya 5000. Qarşıda da park var böyük. İndi axşam vaxtı gedib oralığı da sizə çəkib göstərərəm. İndi gedirəm, maraqlı bir yer var. Lazerovski rayonunda yerləşən bir körpü var. Elə adını da oradan götürüb Lazerovski most. Maraqlı bir taxta körpüdür. İnternetdə araşdırdım. İndi gedirəm o tərəfə doğru. Gördüyünüz bu bütün evlər, villalar hamısı turistlər üçün nəzərdə tutulub. Buralar biraz dənizdən uzaqdır. Amma qiymətlər burada o qədər də ucuz deyil. Mən yaxşı qiymətdə tapmışam. 2500 rubla bir gecəsi. Hardasa belə evlərin bir günlüyü 4000-5000 rubl arasında dəyişir. Mən sizlərə niyə rubulla deyirəm həmişə? Azərbaycan manatına çevirib demirəm. Çünki rubulun kursu hər gün dəyişir. Onun üçün də dəqiq məlumat olmur. Gəlib çatdım Asma körpünün yanına. Navigator məni ayaqla aparıb başqa yerə çıxardı təmiz. Daha yolu tapa bilmədim deyə taksi sifariş elədim. Taksi ilə gəldim bura. Gərək hələ əvvəlcədən taksi ilə gələrdim. Ayaqla 30 dəqiqə məni navigator sağa sola apardı. Axırda düzgün adres vermədi. Gəldik. Maraqlı bir körpüdür. Deyəsən özdə pulsuzdur. Çıxaq gəzək. Çıxaq. Körpümüzə getdik. Bura pulsuzdur. Pul almadılar. İsmailli'də da asma körpü var. Orada deyəsən adamın biri 1 manatdır. Amma burada pulsuzdur. Aşağıdan da çay axır. Körpü amma tərpənir. Nə qədər təhlükəsiz olduğu da dəqiq deyə bilmərəm. Çünki taxtalar da tərpənir. Amma gedəcəm. Burada da sevgi qıfılları açılır. Sevgi qıfılları ya da ki cadu qıfılları. Yox, sevgi qıfıllarıdır. Qabaqda adamlar gedir, körpü necə sirkələnir. Yox, indi sözümü geri götürürəm. İsmailli'dəki asma körpü pullu da olsa o təhlükəsizdir. Bu pulsuzdur, amma taxtaları tərpənir. Gəlib çıxdım bu tərəfə. Bu tərəfdə dağa qalxır yol. Çox uzağa getməyəcəm. Çox uzağa getmədim, meşədir. Bildiyimiz meşədir. Onun üçün qayıtdım geriyə. Düşək çaya, biraz sərinlənək. Hava istidir, 35 dərəcə isti var. Bugün də ayın deməli 29-u iyul 2024-cü ildir. Mən videonu montaj edəndə yəqin ki ən azından bir 10-12 gün ötür. Amma siz videonun çəkildiyi vaxtı 29 iyul 2024-cü ildir. Aşağıda da çay axır. Biraz da sizlərə gəlin mən Soçi və onun rayonları haqqında danışım. Soçi şəhəri Krasnodar diyarında yerləşir. 4 rayonu var. Xosta, Sentralni, Adler və Lazerski rayonu. Soçi şəhəri deməli Abxaziya Respublikası ilə həmsərhəddir. Adler rayonundan ora 30 kilometrdən də az məsafədir. Abxaziya Respublikası tanınmayan ölkələrdən sayılır. Azərbaycan da
həmin respublikanı ölkə kimi, respublika kimi tanımır. Amma bəzi ölkələr Abxaziya Respublikasını tanıyır, respublika kimi tanıyır. O da Qafqazda yerləşən bir respublikadır. Keçmiş Gürcüstanın ərazisi kimi sayılır. Politika haqqında danışmaq istəmirəm əslində, mən səyahətçiyəm. Belə şeylərə baş qoşmaq istəmirəm. Mən səyahətçiyəm, səyahət haqqında sizlərə ancaq çəkib və paylaşıram. Bundan başqa Soçi şəhəri Adıgeya, Adık Respublikası ilə həmsərhəddir. Adıgeya Respublikası Rusiya Federasiyasında tərkibində olan bir respublikadır. O da Qafqazda yerləşir. Bir həftə mən Soçidə dincələm, həm də sizlərə çəkib göstərdirəm. Nə vaxtsa qismət olar, gedib oralarda çəkib göstərərəm. Girək biraz da suda sərinlənək. Oy, soyuqdur su. Sərindir, yaxşıdır. Getdik, çay da gəzdik. Gələm indi evə. Vaxt da göstərdim, qaldım sizə. Belə bir həyətdir. İçində çoxlu otaqlar var. Biri yuxarıdadır burada. Bir otaq burada var. Bir otaq burada var. Bura hamam tualetdir. Burada ümumi mətbəxdir. Akşamınız xeyir olsun dostlar. Bir əldə sizlə Lazerevski şəhərini axşam gəzəyim birlikdə. Axşam gəzintisi də çox maraqlı olur. İzləyin. Akşam vaxtı da bu belə dəniz kənarında stollar qoyurlar. Kalyan çəkmək mümkündür burada. Çox maraqlıdır. Hə dostlar, bəyəndinizsə kanala abunə olmağı, dəstək olmağı unutmayın.